Abu Firas Rabi'a ibn Kəb el-Əsləmi rəvayət edir ki, deyir ki, bəzən mən Allah elçisinin yanında gecələyər, ona dəstəmaz almaq üçün su və digər ehtiyacı olan şeyləri gətirirdim. Və bu, demək, Rabi'a ibn Kəb Əhl-i Suffadan idi. Fəqalə səlni və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bir dəfə bu səhabəyə dedi ki, məndən bir şey istə. Yəni Peyğəmbərimiz sallallahu əleyhi və səlləm sanki bunu etdiyi bu yaxşılığın qarşılığında buna nəsə vermək istəyirdi. Və sahabə nə deyir? Peyğəmbər deyir ki, məndən nə istəyirsən? Nə istəyirsənsə istə. Sahabə deyir ki, cənnətdə sənin yanında olmaq istəyirəm, dedim. Yəni, baxın, qardaşlar, bu sahabə Əhl-i Suffa heç nəyi yoxdur. Başqa bir şey də istəyə bilərdi, dünya malı. Dünyadan bir şey istəyərdi, ev istəyərdi, mal istəyərdi, evlənmək istəyərdi, minik istəyərdi və Peyğəmbərimiz salsam ona verərdi bunu. Əmr edərdi sahabələrə, verərdilər. Lakin bu sahabənin istəyinə baxın. İstəyinə baxın. Deyir ki, cənnətdə sənin yanında olmaq istəyirəm. Yəni, fikir verin, bu sahabə dünya malını düşünmür. Dərhal ahireti düşünür. Deyir, ey Allahın elçisi, cənnətdə sənin yanında olmaq istəyirəm. Peyğəmbər sallallahu deyir ki, "Əvə qeyrə zəlik", bundan başqa istəyin yoxdurmu? Sahabə deyir ki, "Huvə zək". Deyir, mən dedim ki, istədiyim elə budur. Onda Peyğəmbər sallallahu nə deyir ona? Deyir, "Fə'inni alə nəfsikə bi kəsrəti sucud". Elə isə istəyinə çatmaq üçün çoxlu səcdə etməklə mənə yardım et. Yəni, elə isə istəyinə çatmaq üçün çoxlu səcdə etməklə mənə yardım et.